Bismillahirrahmanirrahim. Deməli, mən Mədinə şəhərindəyəm. Mədinə şəhərində müxtəlif tarixi abidələr var. Bilirsiniz ki, Həzrət Peyğəmbərimiz, onun əhl-i beyti, dəyərli sahabələri bu şəhərdə yaşayıblar. Və din bu şəhərdən dünyaya yayılıb. Və burada tarixi əsərlər də bəziləri qalır, bir çoxları məhv olub gedib, amma qalanları var. Onlardan da biri hal-hazırda mən gəlmişəm. Burada bir quyu var. Ora Qərs quyusu deyirlər. Be'r Qərs. Ki, bu quyu niyə görə mən bura gəldim? Söhbət ondan gedir ki, bu quyu məşhur bir quyudur. Belə rivayət olunur ki, Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir zaman yuxuda görür ki, bəs bu quyunu yuxuda görür və durur deyir ki, cənnət quyularından biridir bu quyu. Ona görə bir müqəddəs su kimi sayılır bu. Və Həzrət Rasulullah hər dəfə belə yazırlar tarixi kitablarda, səhər-səhər gəlirmiş bura və buradan su götürürmüş və burada dəstəmaz alırmış. Və hətta olub ki, dəstəmaz alandan sonra dəstəmazın suyunu da geri qaytarıb bu quyuya töküb. Və bir dəfə də bal bura tökməsi görüblər və belə də nəql eləyirlər. Amma əsas mahiyyət budur ki, mənim məqsədim ona görə bunu sizə çatdırmaqdır ki, heç bilirsinizmi Həzrət Peyğəmbər vəfat eləyəndə ona hansı su ilə qusul veriblər? Yəni onun meyit qusulun Peyğəmbər vəfat eləyəndə öz vəsiyyətinə əsasən hardan su gətiriblər ona qusul veriblər? Onun cavabı budur ki, bütün müsəlmanların etiqadına görə, hətta Əhl-i Beyt alimlərindən Kuleyni yazdığına görə və digər Vəsail Şiə kitabında qeyd olunduğuna görə eyni zamanda Əhl-i Sünnət alimlərindən də İbn Macə Qəzvini də onu nəql eləyir bir hədisi ki, Həzrət Peyğəmbər buyurdu, ya Əli, yəni ay Əli, mən bir zaman ki dünyamı dəyişəcəyəm, hər zaman ki vəfat elədim, bəs neynə, İza ənə mittu fəqsilni bisəb'i qırab min be'ri Qərs. Yəni mən vəfat eləyəndə 7 dənə qab bu sudan götürüb gətirərsiniz və məni bu su ilə qusul verərsiniz. Eləcə də oldu. Həzrət Peyğəmbər vəfat eləyən kimi Həzrət Əli əleyhissalam özü şəxsən bu quyunun suyu ilə aparıb və özü şəxsən Həzrət Peyğəmbərimizə qusul verib. Və bu belə candır. Dediyim kimi quyu burada içəridədir və indi də suyu var. Amma sadəcə bir müddət sonra, demək olar ki, Hicrətin 9-cu əsrində elə oldu ki, Həzrət Peyğəmbərimizdən, yəni zaman keçdikdən sonra bir nəfər buranı təmir elətdirir. Necə təmir elətdirir? Bir nəfər, deməli, İbn Qarun adında biri, Qaruni deyirlər, o gəlir buranı təmir elətdirir və bura pilləkan hazırlayır quyuya düşməyə və arxada da bir, deməli, məscid də, balaca bir məscid də indi də var orada, oranı hazırlayır və insanlar gəlib orada ibadət edirlər və bu quyunun suyundan istifadə edirlər hal-hazırda da və bu quyu ona görə də müqəddəs yerlərdən biridir. Ona görə də biz bura gəldik.